həyat güllü gülistanlıq deyil. Bəzən hər şey kənardan göründüyü kimi olmur. İşçiləri və öyrətmək üçün nəyi necə eləmək lazımdır? Birinci özün eləyəcəksən, nümunə olacaqsan, göstərəcəksən. Sonra işçidən onu tələb eləyəcəksən. Düzdür Murad bəy? Murad bəy maşallah olsun 3 ilin işçisidir. Hələ də şüşə silə bilmir. Əvəz bəy ondan betər. Necədir? Balonumuza baxın dostlar. Reklam üçün düzəltdirdiyimiz balon. Və bu arada şüşə silməyin yollarından biri də iki tərəfli silmək lazımdır. Çünki bir tərəfli siləndə burada nə ola bilər? Ləkə qala bilər. İş vaxtı, daha doğrusu işdə nə zaman dincəlmək olar? İş görə ortada belə özünə bir vaxt ayırırsan, qəşəng bir dənə pürrəngi armudu stakanda bir dənə çay. Bəh. Baxın çayımıza. Nuş olsun. Mağazamızdan soruşursunuz. Mağazamızdan nə qəşəng qoxu gəlir. Həmin o qoxunu bu makina verir. İndi o makinanı silirəm. Və bu arada burada mağazalarımızda olan bu qoxuları heç yerdə axtarmayın. Niyə axtarmayın? Çünki bu mağazamızda olan qoxular Əhmədlidə hal-hazırda, elə sahildə də eyni qoxudur. Bu qoxular ekskluziv qoxulardır. Çünki bunlar özəl olaraq öz mağazamız üçün sifariş vermişik və bu iyi tapmazsınız, yəni deyim biləsiniz.